Şiilerin namazı nasıl? Bir tane taş alıyorlar, taş. Taşı alıyorlar, tam secde ettikleri yere koyuyorlar. Dedim ki bunun delilini bana söyler misin? Ben Caferiyim diyen bir kardeş bana mesaj gönderdi. Caferilik mezhebinde biz taşın üzerine secde ederiz hocam. Delil nedir kardeşim? Delil ne demek? Ya ayet söyleyeceksin bana, ya Muhammed Aleyhisselam'dan bir nakil ya da bir sahabeden nakil vereceksin. Delil budur. Bana bu üç durumdan bir delil getirmen lazım. Muhammed Aleyhisselam ya da sahabilerin secde ederken alınlarına taş koyduğu bir tek nakil. Yəni möhürlə qılmaq gəlmədiyi üçün, yəni ibadət Allah Rasulü, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin etdiyi kimi insan etməlidir. Yəni onun ibadətə əlavə etdiyi hər hansı bir şey bidət sayılır. Möhür bu sonradan çıxan bir əşyadır. Onu təbii ki, o Səfəvilərin əsas vaxtında çıxıb. O da Səfəvilərin əsas siyasətində əsas məqsədlərdən biri əhl-i sünnədən seçilmək üçün. Peyğəmbər sallallahu əleyhi və səlləm necə qılıb hələ qılın. O möhür qoymayıb. Səhih Buxari cild 1 səhifə 376. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səcdə etdikdə alnında və burnunda torpaq izi qalardı. Səhih Müslim kitab 4 səhifə 1166. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səcdə etdikdə alnı torpağa toxunardı. Əbu Davud Sünnən cild 1 hədis 570. Biz Peyğəmbərlə birlikdə əllərimizi günəşin istisindən qızdırılmış daşın üzərinə qoyub səcdə edirdik. Səhabə Cabir İbn Əbdullah deyir: Biz Peyğəmbərlə birlikdə namaz qıldıq. Çox isti idi, əllərimizi torpağa qoya bilmirdik. Ona görə də daş və torpaq üzərinə səcdə edirdik. Səhih Buxari, kitab Əs-Salat, səhifə 376. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm və sahabələr həmişə torpaq, daş və yer üzərində olan şeylər üzərinə səcdə edirdilər. Şiələrin əslində möhürə səcdə etməsi Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnəsidir. Çünki möhür də torpaqdan hazırlanmışdır. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur: Yer mənim üçün səcdəgahdır. Bu açıq bir sübutdur ki, Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm heç vaxt torpaq, taxta, xalça, paltar üzərinə səcdə etməzdi. O torpaq, daş və yer üzərində olan təbii şeylər üzərinə səcdə edərdi. İndi yenə bəziləri deyəcək ki, onda evə də torpaq dökərdi və ya məsciddə də torpaq dökərdi, torpağın üstünə səcdə edərdi. O vaxt məscidlər və evlər xam torpaq, qum üzərində idi. Yəni indiki kimi xalça, beton, mərmər yox idi. Ona görə də səcdə edərkən ayrıca torpaq gətirib yerə tökməyə ehtiyac yox idi. Ev və məscidlər də torpaq, qum, daş olduğu üçün Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm də təbii olaraq orada səcdə edirdi. Və sonradan İslam dini yayıldıqca məscidlər xalça, mərmər ilə döşənməyə başladı. Bu ünsürlərin üzərinə səcdə etmək olmaz, çünki yeyilən, geyilən süni şeylərdir. Ona görə də şiə